Geyimimiz, hüququmuz biridir. Şagirdidir hamımızın adı da. Elə bil ki boyumuzda eynidir. Aman Allah nə xoşbəxtlik biz onda. Bir müəllim töhmətiydi dərdimiz. Bir töhmətdən için yanardı. Hələ onda bilmirdik ki bunu biz. Bir gün necə həsrət ilə anarıq. Dünya hələ bizim üçün nağıldı. Min arzuyla alışırdıq, yanırdıq. Özümüzü biz hamıdan ağır. Özümüzü nə bəxtəvər sanır. Biz bugün məktəb bitiririk və buna görə həm sevinirik, həm kədərlənirik. Bütün uşaqlarımıza arzularımız ondan ibarətdir ki, onlar yeni həyatda çoxlu uğurlar arzu edirəm. İnşallah ilk uğurlarda ali məktəbə qəbul olmaq olar. Bütün son zəngi olan uşaqların hamısını təbrik edirəm. Mən həm kədərlənirəm, həm sevinirəm ki, məktəbi qutaram. İnşallah bundan sonra daha uğurlu nailiyyətlərimiz olar. Bütün sonuca qutaran uşaqlara da uğurlar arzu edirəm. Məktəbi qutarmamıza baxmayaraq biz kədərlənirik, amma ki, inşallah tələbə həyatımızda da uğurlar olar bizim üçün. Hamımızla instituta girməyi hamımıza arzulayıram. İnşallah hamımız girərik. Uğurlar hamıya. Ümumiyyətlə, bütün 11-ci sinif şagirdlərinə özüm üçün də həmçinin hamısını təbrik edirəm, məzun olmaqları münasibəti ilə. Yəni, istərdik ki, hər kəs istədiyi ali məktəbə daxil olsun. Yəni, belə deyək də, hər kəs istədiyi peşənin ardınca gedə bilsin. Onlara gələcək həyatlarında müvəffəqiyyətlər, bütün işlərində arzular uğurluyuram. Xəbərimiz yox idi. Qəm qüssəmiz, kədərimiz bir damcı. Hələ onda sevincimiz çox idi. Yazılanı bir silgiyle pozmaqdayıq. Bizim üçün nə asandı, nə asan. Xəbərsizdik ömrümüzə biz hələ. Talih yazan pozulmayan yazıdan. Dünya hələ bizim üçün nağıldı. Min arzuyla alışırdıq, yanırdıq. Özümüzü biz hamıdan ağır. Özümüzü nə bəxtəvər sanırdıq. Məktəb illəri ən təmiz arzu günləri. Bugün 11-ci sinif hüquq bitirirəm. Hamıya arzu edirəm ki, ali məktəblərə qəbul olsunlar. Kimin ürəyində nə arzu varsa həyata keçsin. Mən bütün məzunları təbrik edirəm. İnşallah gün o gün olsun ki, səsləri ali məktəbdən gəlsin, ali məktəb məzunları olsunlar. Öz müəllimlərin qarşısında baş əyirəm və onlara təşəkkür edirəm ki, 11 il bizim əziyyətimizi çəkdilər. Ona görə də bütün hamını təbrik edirəm.